gəlib gedən onun gözəlliyinə heyrət edib. Elə biz özümüz də doğma şəhərimizin ürək açan simasına sevinmişik. Hərəsi özünə məxsus stildə olan bu zövqlə tikilmiş gözəl binalar, əzəmətli heykəllər, nəfis poçt kartoçkalarında Bakının simasını bütün dünyaya tanıtmışdır. Bu gözəllikləri kim yaradıb? İllərlə onların qayğılarını kim qalıb? Hər halda başqaları olmayıb da, özümüz olmuşuq. Bu da şəhərimizin bugünkü abidələri. Azərbaycan xalq artisti, bəstəkar Süleyman Ələsgərov. Dünyanın ən məşhur musiqi təbliği üzrə filarmoniyaların içərisində Azərbaycan Dövlət Filarmoniyasının özünün xüsusi yeri var. Özünün gözəl arxitekturası var. Filarmoniyanın elə bir vaxtı var ki, dünyanın ən məşhur ifaçıları, instrumentdə çalanları, oxuyanları bizim filarmoniyanın həsrətində edilir. Çünki filarmoniyanın akustikası, onun görünüşü özü bir könül oxşayan bir abidə idi. Bəs bu gözəl abidəni bugünə kim salıb? Müslüm Mağamayev adına Dövlət Filarmoniyasının direktoru Rafiq Seyidzadə. Azərbaycan Dövlət Filarmoniyasının binası hələ 1912-ci ildə tikilib və o vaxtdan indiyə qədər burada əsaslı təmir olunur, əsaslı təmir keçirildi. Bilirsinizmi, Filarmoniyanın binasının vəziyyəti çox bərbad haldadır. Binanın özülü axar sularla mütəxəssislər deyirlər ki, yuyulub və bina özü çöküb. Binanın divarlarında çatlaqlar var və bu çatlaqlar çox təhlükəli çatlaqlardılar. Burada hər vaxt, hər gün, hər an bir hadisə ola bilər. 3-4 ilin bundan qabaq Almaniyadan bura mütəxəssislər gəlmişlər və o mütəxəssislər dedilər ki, bu binanın 2 il bunun fəaliyyətinə vaxt vermişlər. Deyirlər ki, 2 ildən artıq bu bina durmayacaq və burada hər şey gözləmək olar. Yaxşı. Almaniyadan gəlib bunu görürlər, biz özümüzü görmürük, görürük, ancaq qayğısına qalmırıq, görəsən niyə? Bu yarımçıq qalmış binaların yaşı 15-i 20-ni keçib. Bu onkoloji mərkəzdir. Bu da göz xəstəlikləri mərkəzi. Bəlkə bunlar heç xalqa lazım deyil. Lazımdırsa bəs onları tikib təhvil vermək üçün nəyimiz çatmır? Gücümüz, pulumuz, ya vicdanımız. Bu bina isə cəmi bir ildə tikilib. Onu tikməyə güc də oldu, pul da oldu, vicdan da oldu. Hərçəndir ki, tikdirənlərə qismət olmadı. Ancaq bu göstərir ki, deməli, istəsək hər şeyi vaxtında özü də qabiliyyətlə görə bilərik. Bunlar da sizə çoxdan tanış olan mənzərələrdir. Bayaq gördüyümüz binaya köçənlər görəsən, mühüm qlobal məsələləri həll eləyəndən sonra bu xırım-xırda işlərə də baş qoşacaqlarmı? Ya gözləyəcəklər, bunlar da mühüm qlobal məsələyə dönsün? Məsələn, şəhərdə epidemiya baş verə bilər. Kim deyə bilər ki, yox, olmaz? Bu da Gigiyena və Epidemiologiya Mərkəzinin həyətidir. İstədik buranın başçıları ilə biraz söhbət edək. Ancaq öz həyətlərini belə görəndə daha onlarla danışmağa ehtiyac olmadı. Bu da
bizim bugünümüz ve sabahımız pazar iktisadiyatı. Bozor var, nezaretsiz, ölçüsüz, biçimsiz. Sabir demişken ayalan, her şey satırım. Ancak neçeye istəyirəm, necə istəyirəm, özüm bilirəm. Al bir azad değil, bozordu da. Pazar var, ancak iktisadiyet yoktur. Görəsən, həmişə burada satılan mallar ne oldu? Hamısı buradadır, pazarda. Burada hətta şəhərimizə yardım adı ilə gələn mallar da var. Kim kimədir, kimdir ölkənin bu çətin vaxtında belə şeylərə baxan? İşiniz dolu. Satın ay bizimkilər. Alın ay bizimkilər. Özünüz bilin. Almazsınız, aç qalarsınız. Biraz təskinlik tapmaq, gələcəyə inamımızı artırmaq üçün biz şəhərimizin ən nümunəvi doğum evinə gəldik. Bakı Şəhər Səhiyyə İdarəsinin rəhbərləri Rəfail Mehdiyev, Nigar İbrahimova, Tamara Quliyeva. Tamara xanım. Hər il müayinə, hər il analiz edirik. Analiz göstərir ki, bu ilin 7 ayında doğulan uşaqların sayı 1270 nəfərə azalır. Bunu diqqətlə müayinə eləyəndə, analizini eləyəndə belə bir nəticəyə gəlirik ki, yeni anadan olmuş uşaqların 50%-i yarımçıq uşaqlardır. Yəni qadın lazımlı qida almadığına görə uşağı saxlaya bilmir, uşaq yarımçıq doğulur. 16-17 ildən sonra biz uçurum qarşısında olacağıq. Çünki bu bizim millətimizin faciəsidir. Genofondu doldurmaq lazımdır, onun yeri boşluqdur. Çünki biz bu neçə ildə müharibə gedən illərdə doğuşun sayı bizdə çoxalmaqdansa dayda azalır. Bu sözlərə qulaq asandan sonra ümidimizi də itirdik. Ümidsiz də yaşamaq çətindir. Belə biz hara gedirik? Hər şeyi qaydaya salmaq olar. Tikinti yarımçıq qalıb, 5 ildən sonra başa gələr. Günahkar cəzalanacaq, başqası da ibrət götürür. Bəs genofond? Bu bizim gələcəyimizdə axı. Eşidin və agah olun. Onu hələm-hələm qaydaya salmaq olmur, ay bizimkilər. Bunun üçün 10 illiklər, əsrlər lazımdır. Niyə biz bunu düşünmürük?